Salam uşaqlar, hər vaxtınız xeyir. Necəsiz? Ümid edirəm yaxşısınız, yaxşı olarsınız inşallah. Biz bu gün sizlərlə hansı dərsi? Təbii ki, həyat bilgisi 1-ci sinif dərs 22-ni izah eləyəcəyik. Bu sağlam həyatla bağlıdır uşaqlar. Yəni sağlamlığımızı necə qorumalıyıq, necə bir ətraf mühitdə formalaşmalıyıq sağlam bir fərd kimi, necə sinifdə, məktəbdə, ailədə, ətrafda, yolda necə bir sağlam bir həyat keçirə bilərik, onlardan biraz bəhs eləyəcəyik. Çox vaxt itirmədən dərsimizə keçid alaq. Buradakı dostumuzu görürsən, hər halda əlində mikrofondan deyir, əsl xoşbəxtlik sağlamlıqdır. Bəli, bu 100% doğrudur. Çünki insan nə zaman ki sağlam bir bədənə, sağlam bir beyinə və sağlam bir düşüncəyə malik olarsa, o hər zaman xoşbəxt olacaq. Və bizə də dünyada nə lazımdır? Əlbəttə ki, xoşbəxtlik. Ona görə sağlamlıq ən böyük xoşbəxtlikdir. Bu doğru cavabdır. Açar sözlərimizə baxırıq. Təmizlik, qida, yuxu, istirahət. İndi şəkildə gördükləriniz haqqında danışın. Sizcə sağlam həyat dedikdə nə nəzərdə tutulur? Uşaqlar, birincidə görürük ki, uşaq deməli yaxınlaşdıraq, idman edir stolun yaxınlığında, gülün yaxınlığında. İkinci şəkildə uşaqlar əylənirlər, istirahət edirlər. Üçüncüdə uşaq qida yeyir, yəni masada əyləşib. İndi hər halda bu nahar olmaz, yəqin ki, nahar da ola bilər. Səhər yeməyi yeyir dedik. Dördüncüdə uşaq yatır. Dördüncüdə isə uşaq yatır. Yəni yuxuya ehtiyacı var və dincəlir. Uşaqlar, təbiətdə olmaq sağlamlığımıza necə təsir edə bilər? Yuxu rejimlərimizə əməl etməsək nə olar? Gəlin onun haqqında biraz danışaq. Birincisi, təbiətdə olmaq sağlamlığımıza müsbət təsir edir. Çünki belə deyim, xüsusən ağac və meşəlik ərazilərdə olmaq, bildiyimiz kimi uşaqlar, bitkilər, özəlliklə ağaclar, yəni xüsusilə ağaclar, təbiətdən karbonu alıb və oksigen buraxır. Yəni bizlərdən fərqli olaraq insanlar oksigen alır, karbon buraxır ətrafa. Həmin ağaclar isə karbonu udur və yerinə oksigen buraxır. Və təmiz bir havada olmaq insanın beynini və belə deyim, xüsusilə nəfəs borusunu sağlamlaşdırır, yəni daha da yaxşı edir. Eyni zamanda təbiətin yenicə dirçəldiyini görmək, təbiətdə bitkiləri, heyvanları görmək insanların ab-havasını biraz da açır. İnsan təbiətə maraq duyduqca, eyni zamanda onun öyrənmə açısından, öyrənmə baxımından da belə deyim, maraqlı bir varlığa çevrilir. Əgər yuxu rejimimizə diqqət etməsək, yaddaş pozuntusu yarana bilər. Yəni, bugün öyrəndiyimiz bir şey sabahsı gün bizim yadımızdan çıxa bilər. Ona görə də müvafiq olaraq 1-ci 11-ci siniflər arasında hər zaman, yəni 7-17 yaş arası hər zaman 8 saatlıq yuxu rejiminizə diqqət edin uşaqlar. Unutmayın ki, yuxusuz insan həqiqətən də çarəsiz bir varlığa çevrilir. Qətiyyən yuxusuz qalmayın. Eyni zamanda tək yaddaş pozğunluğu deyil. Eyni zamanda göz şişkinliyi, eyni zamanda böyümə hormonlarımız, bildiyimiz kimi biz yuxuda olarkən insanın böyümə hormonu var və bu daha çox yuxuda ifraz olunur. Amma biz yuxusuz qalarsak bu böyümə hormonu bizim balacalığımıza gətirib çıxarda bilər. Yəni boyumuz balaca qalar. Bundan başqa dərimiz daha da pis günə düşər. Çünki yuxu rejimimiz bizim dəraltı mövqelərimizi də gücləndirir. Yuxusuz qalmaq isə dərimizin daha da korlanmasına gətirib çıxarda bilər. Belə uşaqlar. İndi sağlam qidalanmağımız üçün aşağıdakılardan hansı daha vacibdir? A. Birinci pizzadır. İkinci meyvə tərəvəzdir. Üçüncü deməli pendir və süddür. Dördüncü tostdur və tostun arasında kolbasa var. Beşinci marojna və deməli tortdur. Yəni keksdir. Altıncı isə tərəvəz salatıdır. Təbii ki, bunun belə eləyək uşaqlar. Gəlin ən yaxşısı bunu sağlamlıq dərəcələrinə görə bölək. Sizcə ən birinci
mütləq yeməli olduğunuz nədir? Süd, pendir, meyvə, tərəvəz yoxsa tərəvəz salatı? Mənə görə birinci yemək lazımdır tərəvəzi. İkinci meyvəni yemək lazımdır. Sağlamlıq dərəcələrinə görə bölürəm. Üçüncüsüdür. Uşaqlar, bu üçü bir-birinə yaxın və mümkün, yəni yeyilməsi mütləq lazım olan ərzaqlardır. Dördüncüsü pizza. Beşincisi keks. Yəni keks yeməsəz də olar, amma insan ara sıra fərqli təamları yoxlamaq üçün dada bilər. Yəni dadmayın demərəm. Altıncısı dadmayın demək istədiyim budur. İndi bir də qırmızı rəngin halqasını alacağam. Baxın uşaqlar. Tost arası kalbasadır hər halda bu. Yəni mən buradan kalbasa olaraq görürəm. Bu o qədər də faydalı bir şey deyil. Tərkibində hansı inqrediyentlərin, hazırlanma yeri, necə hazırlandığına dair biz insanlar onun haqqında heç bir məlumata sahib olmuruq. Və tərkibindəki inqrediyentləri bilmədiyimiz bir məhsulu yemək sizcə nə dərəcədə doğrudur? Onun tərkibində hansı ərzaqların olduğunu bilmək bizim üçün vacibdir, amma biz onu bilmirik. Tərkibində yazılanlar isə nə dərəcədə düzgündür, onu da biz bilmirik. Ona görə uşaqlar 6-cı qidadan bacardıqca uzaq olmaq lazımdır. Çünki bu bizim üçün uyğun deyil. Pizzanı yeməliyik. Çünki pizzanın tərkibinə həqiqətən də inqrediyentlər özümüz evdə hazırladığımız pizza hər zaman yaxşı olur. Yəni lazımlı ola bilir. Çünki bəzən müəyyən xəmir yeməklərini yeyə bilməsək, yeyə bilmirik. Onun əvəzini pizza ilə əvəz eləyə bilirik. Pizzanın içərisinə də vacib və inqrediyentlərlə zəngin olan bir sıra məhsul vurub, produkt vurub onu daha yaxşı hala gətirə bilərik. Nəysə, yəni demək istədiyim sıra ilə ən yaxşıları böldüm və 6-cıdan uzaq olmağı sizə məsləhət görürəm, əziz izləyicilər. Uşaqlar, növbəti suala keçirik. Növbəti sualda deyir, sizcə susadığınız zaman nə içsəniz daha düzgün olar? Əlbəttə ki, su. Bu arada 2 ədəd su qoyulub, amma plastik suyu yox da şüşədəki suyu almağınızı məsləhət görürəm. Çünki plastik qablarda hazırlanan suların keyfiyyəti o qədər də yaxşı olmur. Çünki Birləşmiş Millətlər Təşkilatının, indi onu bilmirsiniz ola bilər, biləniniz də ola bilər, birinci sinif olmağınıza baxmayaraq, ən təbii suların əslində şüşədə, yəni şüşə sularının olduğunu qeyd etmişdik. Kola tamamən ziyanlı bir şeydir. Olduqca şəkər və karbohidrat olduğundan və qazlı olduğundan özəlliklə insan mədəsinə çox pis ziyan vurur. Çay içmək xeyirlidir mövqeyində və tünd olmamaq şərti ilə. Limonad bəli, limonad da faydalıdır, amma evdə hazırlanan təbii limonad. Bu üçünü almağınızı çay da ara sıra içmək lazımdır. Amma plastik qablarda olan sulardan qara hissə ilə rəngləyirəm. Bacardıqca uzaq olmağınız məsləhətdir uşaqlar. Belə. Sağlamlıq üçün ən böyük təhlükə mikroblar və viruslardır. Unutmayın ki, mikroblar sabundan qorxur. Bəli uşaqlar, sabunla əlimizi yumaq dəri altında olan mikrobların %99'unun məhv olmasına gətirib çıxardır. Qalan o 1% isə əlimizdə və dərimizdə olan ümumiyyətlə xeyirli mikroblar olur. Yəni yaxşı mikroblar olur. Bildiyimiz kimi yaxşı bakteriyalar da mövcuddur, bizi qoruyan. O bakteriyalar bizə vacib olduğu üçün o dəridən tam olaraq çıxmır. Yəni bizdə 99% mikrobun təmizlənməsini ziyanlı bakteriyaları məhv edən sabunlardır. Nəysə, sonuncu suala keçsək, hansı şəkildə təsvir edilənlərin sağlamlığınıza müsbət təsiri var? Sağlamlığımıza müsbət təsiri var. Yaşıl rənglə rəngləyən. Birincisi dişimizi fırçalamaq. Bir də rəqs eləmək. Çünki rəqs eləmək insanın həm fiziki ehtiyaclarını, idman hərəkətləri olduğu üçün xeyirlidir. Bir də ki, musiqi, əgər yaxşı bir musiqidirsə, insanın beyninə yaxşı təsir eləyir. Bunu unutmayaq. Qara hərflə rəngləyəcəklərim isə biri dayanmadan yemək yeyir, özü də şirin şeylər yeyir və bu ziyanlı bir şeydir. Digəri isə ancaq oturaq həyat tərzi keçirir və bu da təbii ki, ziyanlı bir şeydir.
Belə uşaqlar, ümid eləyirəm sizə bir şey başa sala bildim. Özünüzdən müğayət olun. Gələn dərslərdə görüşmək ümidi ilə və kanala abunə olmağı unutmayın. Hələlik.